Dekabr ayının birindən Bakı metropolitenində gedişatları həm Bakı kart, plastik kart, həm də QR biletlə olmaqla 60 qəpik müəyyən edilib. Ümumiyyətlə, onu xüsusi qeyd edim ki, bu və digər bu qərarların verilməsi bir sıra hallarda zəruri olur. Xüsusi olaraq 2025-ci ildə bir sıra məsələləri xüsusi qeyd edə bilərəm. İlk növbədə onu qeyd edim ki, Bakı metropolitenində bilirsiniz ki, artıq çox böyük işlərə başlanılıb. Hətta deyərdim ki, son 10 illiklərdə hər bir sərnişinin, hər bir metro işçisinin arzusu olan xətlərin ayrılması kimi nəhəng bir layihəyə başlanılıb. Eyni zamanda həm istismar, həm də tikinti planında metropolitenda bir sıra əhəmiyyətli vəzifələr, qarşıya qoyulmuş vəzifələrin də icrası gedir. Ümumiyyətlə, ötən müddət ərzində Bakı metropolitenində çox əhəmiyyətli yeniliklər olunub. İlk növbədə sentyabr ayının 15-də intervalın son 16 ildə ilk dəfə 2 dəqiqədən aşağı salınmasına nail olunub. Bu, ilk baxışda sadəcə olaraq bir rəqəm kimi görünür, amma bunun arxasında kifayət qədər böyük titanik zəhmət, əziyyət dayanır. Eyni zamanda bilirsiniz ki, Bakı metropoliteni 1967-ci ildən fəaliyyətdədir və qatarların hərəkət təhlükəsini təmin edən sistemlər kifayət qədər köhnə nəslə mənsubdurlar. Onların yenidən qurulması kifayət qədər böyük zəhmət, texniki və maliyyə vəsaiti tələb edir. Lakin mövcud infrastruktur daxilində, mövcud texniki həllər zəminində hazırlanmış texniki yeniliklər məhz metropolitenda intervalın 15 saniyə azaldılmasına kömək edib. Son bir neçə gündə, ümumiyyətlə sentyabrın ayının 15-dən də özünüz də müşahidə edirsiniz ki, sıxlıqların tənzimlənməsində əhəmiyyətli irəliləyişə nail olunub. Amma bundan da əlavə olaraq Bakı metropoliteni bu işlərini davamlı olaraq aparır və yeniliklər bununla əlbəttə ki, bitmir. Son dövrlərdə Bakı metropolitenində havalandırma sistemi ilə bağlı davamlı olaraq məlumatlar paylaşırıq. Həm stansiyalarda, həm qatarlarda olan havalandırma sistemi və eyni zamanda stansiyalarda soyutma sistemlərin tətbiqi istiqamətində də əhəmiyyətli layihələr qarşıdakı dövrdə icra olunacaq. Artıq 10 stansiyanın layihələndirilməsi çərçivəsində Xətai stansiyasından sonra dönmə imkanı olan 2 stansiyanın inşasının daha da sürətləndirilməsi kimi vəzifələr dayanır. Bu məsələlərin hər birisini kompleks olaraq cəmləsək, onu da əlavə edim ki, Bakı metropoliten vaqon parkının yenilənməsi istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Bilirsiniz ki, 35 yeni vaqon və yaxud da 7 yeni qatar alınaraq xəttə buraxılıb. Bu qatarlar ən müasir standartlar səviyyəsindədir.